Hər kəs salam aleyküm millət. Bu gün sizlərlə birlikdə yeni skin paketimiz necə qurulur onu göstərəcəm. Video keçməzdən əvvəl like atıb abunə olmağı unutmayın. Gəlin videoya keçək. İlk öncə açıqlama və yorumlarda qoyduğum Telegram kanalına daxil olursunuz. Daxil olduqdan sonra sizi belə bir qrupa atacaq. Warvex adlı bir qrupa. Burada hər hansı bir kanalın üstünə basırsınız. Sizi belə bir dosyaya aparacaq. Bu dosyada nələr var? Firavun Max, Buz Diyarı Full, Firavun çantası, maskara, Babe Full setləri və 200-dən çox destansı skinləri var. Təbii ki də ban yoxdur. Buna necə erişə bilərsiniz? İlk öncə buradakı görünən göyə basırsınız, yükləyirsiniz. Sonra üst nöqtəyə basaraq inilənlər qayd etdirirsiniz. Buradan çıxıb Zarchiverə basırsınız. Zarchiveri Play Store və App Store-dan endirə bilərsiniz. Buradan Dovland, Telegram və həmin dosyanı buradan tapırsınız. Bu. Gördüyünüz kimi burada şifrəli dosyadır. Bu şifrəli dosyanın şifrəsini hardan tapa bilərsiniz? Burada Telegrama qayıdırsınız. Burada aşağıda şifrə password var. Buradan həmin baxın burada link var, YouTube linki. Linkin üstünə bir dəfə basırsınız. Gözləyirsiniz. Sizi belə bir video atacaq. Həmin bu videonu tam izləyib bitirdikdən sonra şifrəni tapırsınız. Şifrəni tapdıqdan sonra yenidən qayıdırsınız Zarchiverə. Bura basırsınız. Aç. Həmin YouTube'dan tapdığınız şifrəni buraya yazırsınız. Mən yazıb gəldim. Və yazı bitirdikdən sonra buradan Zarchiveri seçirsiniz. Bir dəfə bunun üstünə basırsınız. Files'ın üstünə basılı saxlayıb kopyala. Android, data. Baxın, erişim yeri reddedildi. Sizdə də belə bir xəta falan çıxsa, bu xətanı necə düzəltə bilərsiniz onu göstərəcəm. Buradan çıxırsınız. Play Store-dan bu proqramı yükləyirsiniz. Baxın bunu. Suskini. Burada eşləşdirə basırsınız birinci. Sonra buradan çıxıb başlat. Gəlişli seçənəklər. Buradan aşağıya düşürsünüz. Kablosuz hata ayıqlama var. Baxın buna. Buradan kablosuz hata ayıqlamanı asırsınız. Eleştirmə kodu ilə cihaz eleştirin. 447 203 447 203. Bu şifrəni doğru yazmağa çalışın. Bəzən səhv yazanda biraz problemli olur. Buradan çıxırsınız. Yenidən Skuskiyə qayıtırsınız. Gözləyirsiniz. Və Skuski artıq çalışıyor. Buradan çıxıb yenidən qayıdırsınız Zarchiverə. Zarchiverə qayıtandan sonra artıq açıldı gördüyünüz kimi. Əgər sizdə açılmasa yenə də buradan üst nöqtəyə basırsınız. Ayarlar. Buradan root. Skuski su. Məsələn sizdə burada su olacaq çox böyük ehtimal. Skuskiyə atırsınız. Yenidən qayıdaq bura. Buradan Tencent IG-nin dosyasını tapırsınız. Baxın buna, Tencent IG. Burada aşağıda yapışdırma bölməsi var. Bunun üstünə bir dəfə basırsınız, gözləyirsiniz. Kopyala, tamam. Videomuz bu qədər. Videomu bəyəndinizsə like atıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.